Koroğlu qocalmışdı. Dəlilər başından dağılmışdı. Davadan, vuruşdan yorulmuşdu. Yanında bircə vəfalı alagöz nigar qalmışdı. Bir yaz günü idi. Koroğlu paslı misri qılıncı belinə bağlayıb, nigarı da yanına alıb piyada harayasa gedirdi. Baxdı yolun qırağında bir kişi, bir cüt öküz otarır. Amma kişinin çiynində yarı taxta, yarı dəmir bir şey var. Kişinin yanına gəlib soruşdu. Ay kişi, bu nədir çiyninə keçiribsən? Kişi dedi, bu tüfəngdir. Tüfəng nədir? Bunun içində güllə olur. Adama, heyvana dəyəndə öldürür. Koroğlu kişinin sözünə inanmadı. Tutdu yaxasından ki, vur mənə görək necə öldürür. Kişi vurmaq istəmədi. Axırı çox değişmədən sonra Koroğlu kişiyə dedi. İndi ki belə oldu, al bu qan bahası, at öküzlərə görüm necə öldürəcək. Kişi gördü Koroğlu əl çəkən bəla deyil. Axırda tüfəngini çəkib öküzün birini nişan aldı. Tüfəng açılan kimi öküz yerə yıxıldı. Koroğlu gördü öküz doğrudan da öldü. Götürüb bir tüfəngin ora-burasına baxdı. Sonra sazı bağrına basıb görək nə dedi. Titriyir əllərimi, tor görür gözüm, mən mi qocalmışam ya zəmanəmi? Dolaşmır dahanda söhbətim sözüm, mən mi qocalmışam ya zəmanəmi? Tutulur məclisdə idin yası, kar görmür qılıncı, polad libası. Gəlib bic əyyamı, namərd dünyası, mən mi qocalmışam ya zəmanəmi? Belə zaman hara, qoç yiğit hara, mərdləri çəkirlər namərdlər dara. Baş əyir laçınlar, tərlanlar sara, mən mi qocalmışam ya zəmanəmi? Axır əcər gəldi, yetdi hay, haray. Çəkdiyin qovqalar bitdi hay, haray. Tüfəng çıxdı, mərdlik getdi hay, haray. Mən mi qocalmışam ya zəmanəmi? Koroğluyam, qırat üstə gəzərdim. Müxənnətlər başım vurub əzərdim. Nərələr çəkərdim, səhvlər pozardım. Mən mi qocalmışam ya zəmanəmi? Deyirlər Koroğlu sözün tamam eləyəndən sonra misri qılıncı belindən açıb yerə tulladı. Dedi, namərd əyyamıdır. Daha mən Koroğluluğumu yerə qoydum.